Can aşkım. Aynı bir dənə küsmə deyib getdi. Amma bu seslə tıxlama əgər Pinterestdə yazsadım sığmayacaqdı ora. Buna görə də düşənəcəyə sana da bir ses atmaq istədim. Bax ay aşkım. Ay mələyim. Mən sənə çox istəyirəm. Valla çox istəyirəm. Yəni nə etsən anlaşa bilərəm özümün canına, nə bilim mamamın canına, atamın canına, nə bilim bu dünyada bu həyatda nə anlaşa bilmək olursa hamısı anlaşıram ki, səni çox istəyirəm. Yəni aynı da yolda qəbirstanlıq var, tanıyırsan bizim düz onun yanında, o qəbirstanlıq haqqı, öyle deyim. Mən səni çox istəyirəm yəni, vallahi deyirəm. Yəni əgər hiss elətdirə bilmirəmsə də, nə bilim, hiss eləmisənsə də, yəni elətdirə bilmirəmsə, yəni əlimdən gələn qədər hiss elətdirmək istəyirəm və istəyəcəm mən həmişə. Yəni sən istəməsən, sən nə deyim, sevməsən, oradan öpməzdim. Həm dünən də öpdüm, bugün də öpdüm. Yəni sənə sarılmazdım, nə bilim. Məktəb qalanında səni gözləməzdim. Sənə aynadan, yəni pəncərədən ürək eləməzdim, yəni əlimdən eləməzdim. Amma bunları elədiyimə görə mən səni istəyirəm, çox istəyirəm. Və çox istədiyim qədər də səni çox istəyirəm, amma elə çox istədiyim qədər məndən küsməmağını da istəyirəm. İncimamağını da istəyirəm. Yəni ikisini bir yerdə yəni. Çünki valla nə deyim, nə bilim yanacağı bu məsəl üçün 2 dəqiqə oldu ses. 2 dəqiqə hamısı səni çox istəyirəm. Dedim ən çox beşə. Çox istəyirəm, valla çox istəyirəm. Düşənə niyə deyirəm, düşənə də niyə getdiyimi də deyim. Qonşumuzun yəni yığıncaq olası qonşunu Wi-Fi-lar yoxdur, Wi-Fi var, pulunu ödəmətdilər deyə kəsdilər Wi-Fi-larını. Yəni təbii ki, Wi-Fi olmasa mən sana yazanmaram. Buna görə kontrol almaq istəyirəm düşəndən. Məktəbdən gələndə almadım. Yəni gələndə, yəni öyə gələndə almadım. Pul yox idi, öyə getdim, pulu af gəldim. Elə yəni vurdum. Yəni nə bilim, çox istəyirəm sənə. Bəyək də dediyimi yenə deyim. Sabah Aslan xidmətə girəcəm. Bəyək məktəbin qabağında onu zəng vurmuşlar voyankomatçı. Aslan xidmətə get. Kağız alasın, nə? Al, həftənin bir gün voyankomata gəl. Həftənin 6-sı bazar voyankomat işləmir. Həftənin bir gün voyankomata gəl. Həftənin 6-sı, yəni sabahlam Aslan xidmətə girəcəm. Həftənin biri də voyankomata girəcəm. Çalışacağım ki, yəni deyim, çalışacağım ki, həftənin bir gün gələm məktəb qabağına. Yəni saat 12-də də olsa, 3-də, 2-də də olsa, nə bilim, 1-də də olsa çalışacağım, gəlim. Məncə tez olacaq, yəni çünki bir şey olmayacaqdır. Yəni şey verəcəklər, kağız verəcəklər, çabaq şeysən. Yəni məncə çox bir şey olmaz. Məncə çox bir şey olmaz. Yəni nə bilim, ancaq səni çox istəyirəm deməm gəlir. Yəni bazar günü də yığıncaq olacaq qonşuda. Yenə deyim, Mamzadan oradadır. Mamzadan sonra da axşam atam da gələcəkdir. Çünki bizim yığıncaq olanda bizə gəlmişdilər qonşular. Neçə ildir biz, nə deyim, qonşuyuq. Yəni nə deyim, əlimdən gələn qədər də yəni səni çox istəyirəm, demək istəyirəm. Yəni bu səslərin ən çoxunu demək istəyirəm. Yəni mən də inşallah yəni təbii ki orada da yazacağam. Yəni sabah da olsa yazacağam, bir suyunda olsa yazacağam, həftənin biri də olsa yazacağım. Həftənin biri də çatdırsam ki, məncə yəni böyük ehtimalla çatdıracağam. Gələcəm məktəbin qabağına. Yəni sana bəyəklərim yolda deyəndə bücürü oldun. Əslində mən elə o voyankomat söhbətinizə də açıb voyankomat söhbətinizə də açıb sənə üzmək istəmirəm. Yəni ona görə də yolda çox
demədim, həm də bilirsən arada dayanmışdıq yəni. Yəni kimsə çıxsadı o qapıdan və salam da biz ölmüşdük. Hələ mən də deyirdim ki, inşallah işim çıxmaz yəni. Deyir çıxmadı çox şükür. Yəni belə aşkım valla. Çox istəyirəm səni. 5 dəqiqə oldu ses. İnşallah bezməzsən. Nə bilim. İşim varsa da, əgər bayaqdır işim varsa, narahat elədimsə bağışla. Amma məncə yox idi. Yəni məndən incidin deyə dedim məncə. Əgər varsa da, yoxsa da yenə bağışla. Aşkın, Vüqarın, Əsgərin səni çox istəyir. Yəni belə ürəyim valla. Çox istəyirəm səni. Yəni, inşallah başa düşürsən, inşallah anlayırsan mənə. Çünki səni çox istəməsəydim, oradan yenə deyim, oradan öpməzdim. Özüm bilirsən oradan. Nə bilim, qucaqlamazdım. Amma qəşəng yine. Ders elə nə yapayım, valla. Çünki sən də özün də öpdün. Belə aşkım yəni, valla. Çox istəyirəm səni. İnşallah sabah da yazacağım, bir üstündə yazacağım, həftənin bir də yazacağım. Yəni Allah nə qədər mənə ömür versə, hamısını, hər anını səni istəyəcəm. Çünki mən sana birinci gündən yazışırdıq YouTube'da zaten. Ya, o günlərdən bəridir mən sana söz vermişəm ki, səni heç vaxt buraxmayacağım, kişi kimi söz verirəm ki, səni buraxmayacağım. Mənim ki, səni istəyəcəm. Və inşallah da başa düşsən mənə, əgər yenə deyirəm, əgər hiss elətdirə bilmirəmsə, bağışla. Amma valla çox istəyirəm. Məncə hiss elətdirə biləm az da olsa. Nə bilim, nə qədər çox istəyirəm dedim seslə, amma valla çox istəyirəm səni. Allah çox istəyirəm. Nə bilə aşkım. Geyim kontur alım, gəlim. Yəni orada da yazacağım. Birdən girib çıxa bilərəm aynen deyirəm. Çünki nə bilim, yığıncaqda indi palatqazat qurutdular, nə bilim. Nəsə kömək zad lazım olar ki, olacaqdı məncə. Sən özün bilsən elə şeyləri. Kömək zad lazım olur. Yəni, nə bilim, çox istəyirəm aşkım səni. Öpdüm. Bugün öpdüğüm yerlərdən biri öpdüm. Boğazını öpəcədim, qoymadın. Boynumu öpəcədim, qoymadın. Elə olsun. Elə olsun. Çox istəyirəm aşkım səni. Bir dənəm sözümü unutma. Nəyi unutsan da, bu həyatı nəyi unutsan da sözümü unutma. Məni unutma. Çox, amma çox istəyirəm səni. Vallahi deyirəm, Allah haqqı. Sağ ol aşkım, öpdüm. Yanaqlarından, dodaqlarından, burnundan, gözündən, qaşından, alnından, burnundan, nə bilim, boynundan, boğazından, dodağından. Öpdüm aşkım. Səni çox istəyirəm. Vallahi çox istəyirəm.